Hər vaxtınız xeyir, ümid edirəm ki, yaxşısınız. Artıq daha bir imtahanın sonuna gəldik. Baxaq görək indi nəticələr nədən ibarət olmuş olacaq. Elə imtahanın çıxışında ən çox verilən suallardan biri ondan ibarətdir ki, ümumi nəticələrə əsasən keçid balları qalxacaqmı, yoxsa düşəcəkmi? Mənim fikrimcə çox da elə dəhşət fərq olmayacaq. Ümumi bu bir analiz məsələsidir, strategiya məsələsidir. O baxımdan da yaxşı-yaxşı analiz edib elə ixtisas seçimini seçmiş olacağıq. Deməli, onu da qeyd edeyim ki, onsuz ballar artsa da, düşsə də, bunu yenə yaxşı bir şəkildə analiz etmək lazımdır. Ballar məsələn düşəcək deyib, mənim balım yaxşıdır deyib, mən rahatlıqla qəbul olacağım deyə də bir şey yoxdur. Təbii ki, kəsiləcəm deyə də bir şey yoxdur. Ona görə də magistr jurnallarını yaxşı analiz edib 20 dənə seçim şansı olur. Düzgün kodlaşdırma olunduğu təqdirdə qəbul olmaq olduqca rahat olur. Amma təbii ki, sizin istəkləriniz nədən ibarətdir, hazırki balınız nədən ibarətdir, bunun da rolu çox böyükdür. Əgər siz məsələn 40-50 bal aralığında, ümumiyyətlə 50-yə qədər bir bal toplamısınızsa, təbii ki, vəziyyət biraz qəlizdir, daha diqqətli olmaq lazımdır və biraz da işimiz şansa qalmış olur. Yox, 50-dən yuxarı bal toplamışıqsa, o halda MBA-ları filan da nəzərə alsaq, istəklərimizi kənara qoysaq, demək olar hər kəs qəbul ola bilər. Amma yox, əgər istədiyimiz yerdən söhbət gedirsə, pullu və yaxud da pulsuz, o halda təbii ki, istənilən halda pulsuz üçün 70 plus bal hardasa daha yaxşıdır deyə bilərik. İxtisasa görə dəyişir. Məsələn, iqtisadiyyat yönümlü uşaqlar biraz daha çox 75 plus və s. toplasalar daha yaxşı olar ki, istədikləri universitetə də rahat düşsünlər. Pullu üçün də ortalama 60-dan yuxarı bal toplayanlar istədikləri yerə daha rahat bir şəkildə düşə bilərlər. Amma qeyd etdiyim kimi bunlar mənim sadəcə dediyim nisbi anlayışlardır. Yaxşı bir şəkildə analiz eləmədən, istəklərimizdən üst-üstə düşürmü, düşmürmü, biz ümumiyyətlə nələr istəyirik kimi suallara cavab tapmadan öncədən nələrsə demək olduqca çətindir. Gələk qısa bir şəkildə imtahanla bağlı düşüncələrimə. Elə ilk cəhddə olan imtahanla aşağı-yuxarı eyni səviyyədə olan bir imtahan idi deyə bilərik. Bəli, vaxt çatdıra bilmirik, düzdür. Müəyyən dərəcədə problemlər yaşayırıq, imtahan stresi falan və s. Bizə bəzi məsələlər qarışıq gəlir. O da təbii ki, birbaşa nədən asılıdır? Bizim imtahana hazırlıq prosesinə necə yanaşmağımızdan. İnformatika ildən ilə artıq daha çox belə əzbərçi tələb eləyən suallar, əzbər tələb eləyən suallardan ibarət olur. Uyğunluq sualları ilə, təxminlərlə uşaqlar vəziyyətdən çıxa bilirlər, yuxarı nəticə göstərə bilirlər. Amma təbii ki, 25 hədəfi olanlar detallı bir şəkildə öyrənmədən o 25 hədəfinə çata bilmirlər. Məntiqə gəlsək, birinci cəhddə hardasa yeni saya biləcəyimiz əslində cədvəllər mövzusuna aiddir. Akvarium sualı var idisə, ikinci cəhddə yeni bir sual forması yox idi. Deyə bilər ki, bəs müəllim, mətnin məntiq təhlilində o dairəvi masaya oxşayan filan yol sualı nə idi deyə. O adi bir mətnin məntiqi təhlildir. Təbii ki, bütün mətnin məntiqi təhlilləri eyni olacaq deyə bir şey yoxdur. Onsuz blok suallardan biri yenə təkrar görünən sual tiplərindən idi. Digəri də mətnin məntiqi təhlildə hər cür şərt qura bilərlər. Ona artıq yeni filan və s. deyə bilmirik. Yerdə qalan sualları nəzər yetirmiş olsaq, biraz şifrə sualına baxanda şifrə sualı biraz dəyişik idi, amma düzgün analizlə məncə rahatlıqla tapmaq olurdu. Ümumilikdə asan suallar da var idi, demin bu standartıdır. Təbii ki, çətin suallar da var idi, orta suallar da var idi. Amma istədiyimiz nəticəni toplamayanda daha çox çıxanda deyirik ki, çətin idi, vaxt aparan idi. Əslində ədalətli olan da bu formadadır. Çünki əgər hər şey rahat, vaxtı çatdıracağımız şəkildə olsaydı, onda nə mənası olacaqdı? Müəyyən, deyək ki, daha yaxşı hazırlıq səviyyəsi keçmiş bir tələbə ilə ortalama hazırlıq səviyyəsi keçmiş və yaxud da zəif hazırlaşan bir tələbə nəticələri gəlib eyniləşəcəkdir. Biraz ədalət prinsipi burada pozulacaqdır. Təbii ki, bugün ədalətdən çox da danışmaq istəmirəm. Çünki həqiqətən də həyat bizim nələri gözləyərkən başımıza gələnlərdir. Bugün olan yağışın da təsiri həm psixoloji baxımdan, həm deyək ki, müəyyən planlarımızın alt-üst olunmağı baxımından bizə çox təsir eləmiş oldu. Elə demək olar ki, müəllimlik dövrümdə ən çətin günlərdən biri də oldu mənim üçün. Çünki səhər tezdən elə nə qədər tələbəm ağlayaraq, mən çata bilmirəm imtahana, gedə bilmirəm, yollar bağlıdır filan və s. kimi sözlər dedilər. Çatanlar da oldu, sonrasında onlar arasında çatmayanlar da oldu. Amma nəticə etibarilə çatanlara da mən fikirləşirəm ki,
müəyyən dərəcədə psixoloji baxımdan bir xeyli təsir elədi bugünkü gün. Təbii ki, nə etmək lazımdır? Həyat davam edir, köklənməmək lazımdır bu mənfiliklərə. İrəliyə baxmaq lazımdır. Hər şey bizdən asılıdır. Magistr imtahanı həyatımızı belirləyəcək bir imtahan deyil. Düzdür, hazırki dövrdə təsir eləyəcək, amma istəmirəm ki, bu təsir 2-3 günü maksimum keçmiş olsun. Həyatımıza davam etməliyik, ümidlə baxmalıyıq. Hələ qarşıda nə şanslarımız olacaq ki? Yəni qısacası əvvəlki illərdən tələblərindən tanıyıram. Magistr imtahanını çox möhtəşəm keçirib. Hazırda həyatında istədiyi yerdə olmayanlar da var. Magistr imtahanını çox pis keçirib, həyatında çox gözəl yerlərdə olanlar da var. Ona görə də bu kimi məsələləri boş vermək və hər anın bir növ dadını çıxarmaq, birazca da o nə qədər şablon səslənsə də bu anları da yaşamaq lazımdır deyə bilərəm. Uzun sözün qısası ümumiləşdirmiş olsaq, imtahanın səviyyəsi təbii ki, əvvəlki illərə baxmış, getdikcə bir növ dəyişir, yavaş-yavaş artıq yeni sualları gətirməyə çalışırlar, təkrarlanmayan sualları. Düzdür, bir xeyli sayda təkrarlanan sual olmuş olsa da, artıq hiss eləmək olur ki, yaxın illərdə bu gedişlə təkrar sualları yavaş-yavaş aradan qaldıracaqlar. Birəbir təkrarlar yox, bənzər suallar yerini alacaq əvvəlcə ki, bu ildə əslində o illərdən biridir. Yavaş-yavaş isə artıq tamamilə sıfırdan, ümumiyyətlə bənzər olmayan, sadəcə mövzuların ortaq olduğu sualları keçəcəklər deyə mən düşünürəm. Təbii ki, yenə bu işin ədaləti hardadır? Yəni bizim deyə bilərsiniz ki, ölkəmizdə magistr oxumaq üçün bu qədər işi çətinləşdirməyə, qəlizləşdirməyə gərək varmı? Bu tamam başqa bir müzakirə mövzusudur. Saatlarla qalıb sizinlə bununla bağlı danışa bilərik. Amma çox da hazırki vəziyyətdə sizləri yormaq istəmirəm. Uzun sözün qısası. İngilis dilinin açığı çox nəzər yetirmədim. Həm də sahəm deyil deyə müəllimlər rəy bildirsə daha yaxşı olar. İnformatika ortalama gözlədiyim tipdən biri informatika idi. Yaxşı analiz edib, biraz da yaxşı oxuyanlar diqqətli olub yaza bilərdilər deyə düşünürəm. Çətinlik dərəcəsinə qalmış olsa, bəzi say sistemi falan və s. birazca əvvəlki illərdə biz o qədər öyrəşmişik ki, çox sadə hesablama suallarına birazca çətin saymaq olar, alqoritm vaxt aparanda, amma alqoritm nəticədə 2021-ci ilin ilk cəhdində fevral ayında olan qəbulun təkrarı idi. O yenə hərrəni fırlanırıq, ora gəlirik ki, yaxşı hazırlıq səviyyəsi keçəndən sonra bəli, imtahan qaydasındaydı. Amma yox, əgər qəbul suallarını işləməyən bir tələbədirsə, sadəcə kitab oxuyub və əvvəlki qəbullardan xəbəri yoxdursa, o halda imtahana informatika üçün ən birinci çətin deyə bilərik. Məntiqə də gəlsək, yenə təkrarları falan görməyən tələbə üçün çətin deyə bilərik. Mən təbii ki, bunları deyəndə bir növ əvvəlki illərdəki təkrarlar, təkrar düşənlər falan hər şeyi nəzərə alaraq danışmış oluram. Uzun sözün qısası, bu məsələlərdə nə qədər obyektiv olaram, onu bilmirəm. Öz fikirlərimi qeyd eləmiş oldum. Tələbələrə də bu məsələdə açıq, yəni sizə də güvənmirəm bu məsələdə. Çünki tələbələr daha çox şikayətlənmə tərəfini seçirlər, deyinirlər. Amma yenə də artıq hər biriniz böyük insanlarsınız, daha rahat bir şəkildə düşüncələrinizi siz ifadə edə bilərsiniz. İmtahanla bağlı çətin idimi, asan idimi? Yəni kim nə deyir desin, sizin qərarlarınıza görə bu dəyişəcək, sizin fikirlərinizə görə, yəni öz beyninizdə qurduğunuza görə artıq bu imtahan müəyyən bir yer almış olacaq. Yəni biz hər nə qədər bunu çətin, asan və yaxud da hər hansısa bir standartda ifadə eləmiş olmuş olsaq belə. Başqa əlavə deyə biləcəklərim düşünürəm ki, bu qədərdir. Qeyd etdiyim kimi, biraz da müəllimlikdən gəlmə məsələ var deyə, mən sizin nə yaşadığınızı, nə istədiyinizi, mən də oralardan gəlmişəm deyə təxmin eləsəm də, hazırki vəziyyətdə daha real, daha deyək ki, hazırki vəziyyətin içərisində olaraq məsələyə siz baxırsınız deyə. Ona görə uşaqlar, imtahan çox asandı, belə idi, elə idi. Bugün deməməyi seçirəm, bugün sizdən yanayam. Yağışdan sonra xüsusilə sizdən yanayam, o baxımdan da elə buralarda yekunlaşdırıram. Bəs sizin düşüncələriniz nələrdir imtahanla bağlı? Rəylərdə qeyd edirsiniz, nələrlə razılaşırsınız, razılaşmırsınız, bildirirsiniz. Ümumiyyətlə, baxırıq görək bundan sonraki periodda nələri birlikdə eləyə bilirik. Qarşıdan ixtisas seçimi gəlir, maksimum toparlanmaq lazımdır. Olan olub, bundan sonra nə eləyə bilərəm sualına bir növ cavab tapmaq lazımdır. Hamınıza uğurlar arzulayıram, özünüzə yaxşı baxın, nə demişik? Əlsoda həvəsdən düşmürük, maksimum dərəcədə motivasiyalı oluruq. Növbəti videolarda, izahlarda, canlılarda
və yaxud da tamam başqa deyək ki, yerlərdə, yollarda, izlərdə, layihələrdə görüşərik. Özünüzə yaxşı baxın. Uğurlar. Hələlik.